سلام، وقتتون خیر. Kendimiz Yelagarşu اولین پنجشنبه ماه رجب ki irəqəb günüdür. Haman Leylatul Rəqəb. Kendimizin rəsmi rüsumətlərindən biri budur ki, bu günü biz halva bişiririk. Qət şirəsinin, şəkər şirəsinin əvəzinə doşab tökürük. Qarışdıraq şəkildə. Xoş, bunu indi bir əndazədə girdələrik və için atarıq. Kasa kimi içinə məğz qoyarıq. Məğz badam və bitkə də cirdəkən. Cirdəkəni qoyandan sonra dubara onu yumurlarıq. Sünnəti halətdə girdələrik. Bu da həlvayı məhəlli. Xoş, təminə gedək. Baxaq, şöyle necə oldu. Buyurun. Yeriniz boş olsun. Və rəsmi rüsumatların biri budur ki, qəbir üstünə bir baş verir. Allah tamam ölüb gedənlərə rəhmət eləsin. Xoş, bu da bizim kəndimizin rəsmi rüsumatlarından biri. İrəqəb günündə ümidvaram hər nə hacətiniz var bərabərdə olsun. Xoş olasınız.